Allah bizim vücudumuzda istifadəsiz bir dənə də xüsusiyyət qoymayıb. Bizim xüsusiyyətlərimiz haqqında təkcə bir şey istəyir Allah bizdən ki, yerində istifadə elə. Allah bizim ürəyimizdə xəyallar qoyub, arzular qoyub, amma deyib ki, dünya bu xəyal və arzuların yeri deyil. Və gənclik arzu dövrüdürsə çox yaxşıdır. Arzu olmasa hərəkət olmaz. Arzuları uzaq nöqtələrə bağlayın, ay cavanlar, ay gənclər. Onda sürətlə hərəkət eləyəcəksiniz. O zaman acı dünya reallıqlarının içində xoşbəxt olacaqsınız. Arzu yüksəyə aparacaq sizi. Ey insan, sən sonsuz arzularla dolub daşırsan və bu çox gözəl bir xüsusiyyətdir. Özünə sonsuz bir hədəf tap, özünə yaraşan hədəf tap. O da bir şeydir, sonsuz olan Allahdır. Başqa sənə hədəf olacaq heç nə yoxdur. Dünyada sən arzularına çatmayacaqsan. Allahın arzusu ilə yaşamaq bir xoşbəxtlikdir dünyada.